Salam hər kəsə. Praktikamdan bir hadisəni danışmaq istəyirəm sizlər üçün. Yəqin ki, sizlərə də maraqlı olacaq. Bir xanımın içərisinə Lena'nın ruhu deyilən ruh necə girib və onu necə biz oradan çıxarda bildik. Deməli, 26 yaşlı bir xanım, Alyona adlı, o məni tanıyır həyatda və mənə müraciət deyəndə ki, bəs İlhama da neçə gündür ki, özümü pis hiss edirəm. Əvvəllər belə şey olmayıb. Yəni mən həmişə həyatı sevən insan olmuşam, arzularımı həyatda yaşadan insan olmuşam. İndi isə içəridən mənə səs gəlir ki, bəs sən özünə qəsd etməlisən, ya vannaya girib duşun altında venanı kəsməlisən, yaxud yüksəkliyə qalxıb hündür etajlara özünü atmalısan. Cürbəcür yollarla məni ölümə sürükləyir bu ikinci səs. Biz görüşən zaman məlum oldu ki, bunun bütün çakraları tutulub. Bütün çakralar bağlananda ya insan içərisinə şeytanlar girir, suşnesti, besi, cinlər və yaxud ruhlar. Belə alınıb ki, bu xanımın içərisinə Lena adlı bir xanımın ruhu girib. Bu Lena vaxtilə barda klubda işləyən xanım olub, tansovşica bir sözlə, uzun ruj saçları və alkoqol tez-tez istifadə edən xanım olub, yəni yüngül həyat tərzi keçirən xanım olub və axırda özünə sui-qəsd edərək, intihar edərək bu dünyadan köçüb. Yəqin ki, çoxları bilir ki, intihar ilə bu dünyadan köçən insanların ruhları yuxarı qalxa bilmir. Onlar aşağıda qalır həmişə və başqa bədən axtarırlar ki, o bədənə girsinlər. Onlar rahatlıq tapa bilmirlər. Bu Lena'nın da ruhu Alyona'nın bədəninə girmişdi və onu da intihara sürükləyirdi. Deməli, təmizləmə zamanı nə baş verdi mənə bu maraqlıdır. Təmizləmə zamanı bu xanım huşunu itirdi, başı hərləndi, huşu da getdi, yıxıldı. Yıxılan zaman bunu qaldırıb yatağa apardıq və bunda əsmə bədənində güclü əsmə başlandı və soyuq tər bu qızı götürdü və bütün bədəni təmiz suyun içərisində oldu. Və cürbəcür inilti səslər çıxardırdı. Düz 1 saat bu davam etdi. 1 saatdan sonra sakitləşib özünə gələndən sonra özünüzü necə hiss edirsiniz? Sualına dedi ki, elə bildim ki, daha təzə dünyaya gəlmişəm. Hər şey artıq arxada qalmışdı. Lena'nın ruhunu Alyona'nın içərisindən belə çıxartdıq. Bu mənim praktikamdan bir gün.